Gülçü işi var yoldaşlar, gülçü işi var. Bu gülçü işindən bəhs etmək istəyirəm mən sizə. Deməli, burada təxminən 800-2000 manat aralığında qazana bilərsiniz. Kimlər üçündür yoldaşlar? Kimlər müraciət edə bilər? Kimlərə daha doğrusu üstünlük verilə bilir? Hansı bacarıqları olanlara? Misal üçün, düzdür, vacib deyil, yəni bu bacarıqlarınız olsun, amma yəni bu bacarıqları olanlara müraciət etmək daha belə deyim, müraciət etsə daha rəqabətçil ola bilirlər. Foto və video üçün vizual tərtibat bacarığı olanlar, sosial media üçün kompozisiya və vitrin bəzəyi təcrübəsi olanlara müraciət edə bilər. Belə bir işdir bu tipdədir. Daha doğrusu bu qitdədir. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə, CV-nizi yollayamalısınız. 1-2 illik iş təcrübəniz olmalıdır Flawless kimi. Yoldaşlar, bundan əlavə güllərin növlərini, saxlama və qulluq qaydalarını yaxşı tanımalısınız. Müxtəlif buket, kompozisiya və dekor üslublarında işləmə bacarığınız olmalıdır. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, bir sözlü iş tapmazda çətinlik çəkirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görsə kanala daxil olun, Toğrul kanala daxil olduqdan sonra diqqət etsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.